Xalid hava mübarizəsində topun yerini itirdi. Vadji, Ayxan Hüseynov, Vadjini fikirləşdi, yaxşı fikirləşdi, amma uzun ötürmə ilə Mbinanı topla təmin etmək istəyirdi. Mbina isə Azərbaycan Kuboku finalının qəhrəmanı, möhtəşəm qol hesabı bərabərləşdirmişdi. Həmin oyunu xatırlayanlar vardır əlbət. Bu arada Maluda və hesab açılır. Vadji cərimə meydançasında ötürməsini edir. Ayxan Hüseynov və qap. Ölkəmizdə çıxış etdiyi 2 il ərzində ilk müsahibəsidir bu arada. Ayxan Hüseynov. Vadji və yenə Rəvan Mirzəmmədov. Daha bir zərbə. Xəyal Nəcəfov. Müdafiəçilərin gerisini atdığı top. Ayxan sinəsi ilə yaxşı ötürmə alındı. Vadji. Ayxan açıldı boş mövqeyə. Ayxan Hüseynov. Əl oynayır burada Ayxan. Keçdi bir rəqibindən. Ayxan Hüseynov. Ayxan baxdı cərimə meydançasına. Rəhim Sadıqov. Ehtiyatda var. Turan Tovuzun hesab bərabərləşdirmə cəhdləri. Ayxan. Tavariş. Sol cinaha Xəyal Nəcəfov. Onun ötürməsi cərimə meydançasına. Xəyal Əliyev. Ötürməsi dəqiq deyil, amma itirdiyi topu yenidən qazandı Xəyal. Xəyal! Amin Seydiyev uzaqdan daha bir. Vüqar Bağırov indi Keyn Paris'dən top almağa çalışırdı. Keyn Paris ötürməsindədir Mbina. Mbina oyundan kənar vəziyyət varmı? Bu hücumu sonunda biləcək Mbina. Mbina 3-cü qolu vurur amma oyundan kənar. Ayxan Hüseynov ötürmə cərimə meydançasına. Başla zərbə düz Rəvan Mirzəmmədov. Keyn Paris. Uzaqdan zərbə.